Yəni yola çıxmaq mümkün deyil də bildiyimiz. Asfalt olmadığına görə marşrut xətti işləmir. Qadın var da, gəlin xeyli azad var, əziyyət çəkir gedib gəlməyə. Hazırda Qobu qəsəbəsi Üzeyir Hacıbəyli küçəsindəyik. Burada olmağımızın səbəbi qaynar xəttimizə daxil olan şikayətdir. Şikayətə görə sakinlər iddia edirlər ki, bax gördüyünüz bu küçədən əsas yola marşrut xətti çəkilməyib. Bu da sakinlərin əsasən də yaşlı və az yaşlıların narazılığına səbəb olur. Dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də məsələ ilə bağlı hər hansı bir tədbir görülməyib. Çox əziyyət çəkirik. Demək olar ki, az yaşlılar, necə deyim, yaşlı adamlar qış vaxtı, yağışda, palçıqda yola gəlməyə, ana yola gəlməyə çox əziyyət çəkirlər. Dəqiqə baş demək olar ki, yol bərbad vəziyyətdə, maşınlar gedir, maşınlar dağılır. Yəni yol çox bildiyimiz bərbad vəziyyətdədir. Yağış yağdı, yol çökək, dağınıq. Yəni yola çıxmaq mümkün deyil də bildiyimiz. Belə deyim, axşam vaxtı olur, yol göz görmür, uşaq keçir, qaranlıq olur, məhləyəm həm işıqsız, həm yol bərbad vəziyyətdə. Marşrut xəttə çəkilmir də buna baxın. Bəli, marşrut xəttinin çəkilməyini çox xahiş edirik ki, yəni o barədə yəni bura baxılsın. Bura illərdir belə demək ki, baxılmır. Neçə ildir bu vəziyyətdədir məhəllə. Yəni çox əziyyət çəkirlər. Buna görə xahiş edirəm, yəni tədbir görülməyini. Hər hansı aidiyyatı quruma müraciət edilib bundan bağlı. Bəli, şikayət belə olunub, aidiyyatı quruma müraciət edilib, amma baxan yoxdur. Bu yolda çox əziyyət çəkirik. Yəni marşrut xətti falan yoxdur, gecə qaranlıq zad olur, pis gündə bərbadlıq olur da, yəni. Bir də aidiyyatı qurumlarımızda da biz məlumat vermişik, baxan yoxdur. Bir də marşrut xətti çəkilsə daha yaxşı olar. Məsafə həm çox uzaqdır, həm də hava qaranlıq falan olanda, yəni qadın var da, gəlin xeyli azad var, əziyyət çəkir gedib gəlməyə. Yəni bir dənə şikayət eləmiş aidiyyatı qurumlara heç kim baxmır. Çoxdandır yəni beləsinə də buralar, yəni yollar da bərbad gündədir, bütün ana xəttin yolları zaten hamısı. Marşrut xəttinin olması labiddir. Yollar asfalt olmadığına görə marşrut xətti işləmir. Əhalinin əksər hissəsi çoxu məskunlaşıb burada. Piyada gəlib gedirlər, narahatçılıq törənir. Olsa yaxşı olardı. Bizdən xahiş edirəm ki, bu yolun çəkilməsində aidiyyat qurumları bizə kömək edəsin. Yəni marşrut xətti çəkilsə daha yaxşı olur. Daha yaxşı olur. Biz gedib gələ bilmirik, palçıq olur, ondan uşaq məktəbə getmək var. Marşrut xətti olsa da yol çəkilsin. Allah köməyiniz olsun. Allah... Aidiyyatı quruma müraciət edilir məsələ ilə bağlı. Yox, mən eləməmişim, yalan deyəm. Ümumiyyətlə kənd sakinlərindən heç kim. Kənd sakinlərinin eləmələrindən xəbərim yox. Yəqin ki, eləyərlər, eləməmiş olmaz. Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsək də sorğumuza cavab verən olmadı. Sakinlər ümid edirlər ki, aidiyyatı qurumlar problemin həlli istiqamətində addımlar atacaqlar.